Mənim üçün maraqlı idi ki, bu il 8 noyabrda təbii ki, Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünü biz qeyd etdik. Noyabrın 8-də və hər bir üçün bundan öncə maraqlı idi ki, paradın aparıcısı kim olacaq? Hər il biz təbii ki, Abdullah Qurbanini burada görürdük. Bu dəfə görmədik. Və bu paradda Nainə Ağamalıyevanın adının hallanması mənə qəribə gəldi ki, məsələn, Nainə hara paradın aparıcılıq etməsi, yəni onun tərəfdən biraz mənə qəribə gəldi, amma dedilər ki, görməmişəm, amma burada təbii ki, xəbərdə deyilir ki, aparıcılardan birisi də Nainə Ağamaliyeva olub. Bəli, mən istinad edirəm axar nöqtə-aza. Axar nöqtə də Azərbaycan 24-də istinad edir ki, paradda ilk dəfə ATV-nin, yəni Azərbaycan Dövlət Televiziyasının gənc siması Mümtaz Xəlilzadə aparıcılıq edib. Mən də onu tanımıram. Bu missiyada ona ATV-nin aparıcısı Nainə Ağamaliyeva həmkarlıq edib. Bundan əvvəl təbii ki, həmişə biz Abdullah Qurbanini görmüşük və deyilir ki, səhhətində olan problemə görə Abdullah müəllim Qurbani bu tədbirə qatılmayıb. Amma mən düşünürəm ki, Abdullah müəllimə təklif olunsaydı, o məmnuniyyətlə bir neçə saat, nə bilim 4 saat, 5 saat ayaq üstə durmağı bacarardı. Baxmayaraq ki, səhhətində problem var. Çünki o məsuliyyətli bir adamdır, məsuliyyətli bir vətəndaşdır, gözəl insandır. Yəni, Nainəni mən burada görməyim mənim üçün belə gözlənilməzdir. Mən düşünürəm ki, bir çoxlara bu şok yaşandı da. Yəni, daha belə səsi qaltanlı, belə səsi daha cazibədar, səsi daha möcüzəli olan xanım aparıcılarımız, diktorlarımız, aktyorlar, aktrisalarımız var. Niyə məhz Nainə Ağamaliyeva?